Prezident İlham Əliyev oktyabrın 28-də rayonunda olub. Prezident İlham Əliyev Zəngilan rayonunun Ağalı kəndinin ikinci mərhələsinin və Məmmədbəyli kəndinin açılışlarında iştirak etdi. Ağalı kəndinin ikinci mərhələsində istifadəyə veriləcək evlərin sayı 103-dür. Bunlar 55-i 2 otaqlı fərdi evlərdən, 3-ü isə 3 mərtəbəli 2 bloklu townhouse tipli binalardakı mənzillərdən ibarətdir. 36 ədəd 1 otaqlı, 12 ədəd isə 2 otaqlı mənzil inşa edilib. Kənddə bütün evlərə kommunikasiya xətləri çəkilib, yaşayış və qeyri-yaşayış binalarının hamısı qazla təmin edilib, evlərdə kombilər quraşdırılıb. Burada ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Park Ağalı və Məmmədbəyli kənd sakinləri, eləcə də qonaqlar üçün açıq istirahət və əyləncə zonası kimi fəaliyyət göstərəcək. Parkın ərazisi 5 funksional zonaya bölünüb. Bu zonalarda uşaqların istirahəti, idman fəaliyyəti və əyləncəsi üçün bütün şərait yaradılıb. Ərazidə müxtəlif ağac və kol bitkiləri əkilib. Sonra Prezident İlham Əliyev Məmmədbəyli kəndinin açılışında iştirak etdi. Dövlətimizin başçısına kənddə yaradılan şərait barədə məlumat verildi. Bildirildi ki, kəndin ümumi sahəsi 51,6 hektardır. Kənddə 188 fərdi ev inşa edilib ki, onlardan 39'u 2, 55'i 3, 55'i 4 və 39'u 5 otaqlıdır. Hər bir ev üçün həyatyanı ərazi nəzərə alınaraq hasarlanıb. Evlərdə günəş panelləri quraşdırılıb, onlar su, işıq, qaz, yüksək sürətli internet şəbəkəsi ilə təmin olunub. Məmmədbəyli kəndi Ağalı kəndinə çox yaxın məsafədə yerləşdiyindən iqtisadi səmərəliliyin təmin olunması məqsədi ilə bu kəndləri birləşdirən keçid inşa edilib ki, bu da 360 şagird yerlik Ağalı kənd tam orta məktəbindən, 60 yerlik uşaq bağçasından, ailə sağlamlıq mərkəzindən, məişət xidməti obyektindən, xidmətlər mərkəzindən, aptekdən, bazar kompleksindən və digər qeyri-yaşayış təyinatlı obyektlərdən istifadənin rahatlığını təmin edəcək.
Kənd daxili yollar asfaltlanıb, kənddə çoxfunksiyalı 2 qeyri-yaşayış binası da inşa olunub. İnzibati binalarda, eləcə də keçid və istinad divarlarında zövqlə işlənmiş rəsmlər çəkilib. Bu isə kəndin ümumi görünüşünə əlavə çalarlar qatır. Kənddə yaradılmış şəraitlə tanışlıqdan sonra dövlətimizin başçısı Məmmədbəyli və Ağalı kəndlərinə köçən sakinlərlə görüşdü, onlara mənzillərin açarlarını təqdim etdi. Ağalı və Məmmədbəyli kəndlərinin sakinləri üçün çox sevincli bir gündür. Ağalı kəndində əlavə 100 ailə yerləşəcək. Ağalının demək olar ki, hüdudları daha da böyük olur. Məmmədbəyli kəndində isə 180 ailə üçün gözəl evlər, yaraşıqlı binalar inşa edilibdir. Mən bilirəm ki, siz bugün buraya gəlmişsiniz, hələ demək olar ki, yerləşməmişsiniz. Ancaq əlbəttə ki, indi gələn günlər ərzində tam burada yerləşib, öz doğma dədə-baba torpağında rahat, firavan həyat yaşayacaq. Sizi bu münasibətlə ürəkdən təbrik edirəm. Xoş gəlmişsiniz doğma vətəninizə. Bugün doğrudan da çox gözəl bir gündür. Bugün Böyük Qayıdışın növbəti mərhələsidir. Bilirsiniz ki, Böyük Qayıdış proqramının başlanğıcını da biz Zəngilan rayonunda qoyduq. Birinci kənd, Ağalı kəndi artıq 3 il yarım ərzində insanlar orada yaşayır və çox gözəl şərait yaradılmışdır və gözəl də saxlanılır. Mən də Ağalının içi ilə keçdim və yeni binalarla tanış olarkən gördüm ki, bütün həyat, yəni sahələr sanki gözəl bir bağa çevrilir. İndi buranı biz keçmiş köçkünlərə təhvil verəndə qupquru bir yer idi. Necə ki, indi Məmmədbəyli kəndində də hələ ki, o qədər də çox ağaçlıq yoxdur. Ancaq illər keçdikcə vətəndaşlar özləri qrup yaradırlar, əkib becərirlər. Dövlət nə lazımsa edib, sizi gözəl şəraitlə təmin edib və əminəm ki, siz burada rahat yaşayacaqsınız. Siz buna layiqsiniz. Uzun illər ərzində ağır şəraitdə yaşamışsınız. Köçkün həyatı çox ağır həyatdır. Ancaq artıq o günlər arxada qaldı. 5 ilə yaxındır ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib və bütün azad edilmiş torpaqlarda geniş quruculuq işləri gedir.
o cümlədən Zəngilan rayonunda, yenə də deyirəm, birinci köy qayıdış proqramını biz Zəngilan rayonundan başlamışdıq. Bugün Zəngilan şəhərində də birinci yaşayış kompleksinin tikintisi demək olar ki, yekunlaşır. Digər binaların tikintisi, məktəb, xəstəxana, Zəngilan məscidi tikilmişdir, gözəl bir memarlıq əsəridir. Konqres mərkəzi, Zəngilan Beynəlxalq Hava Limanı. Yəni bura, bu bölgə çox önəmli bir nəqliyyat mərkəzlərindən birinə çevriləcək. Həm Zəngəzur dəhlizi, həm Araz dəhlizi oradan keçəcək. Ona görə bu rayonun, bu bölgənin çox gözəl gələcəyi olacaq. Necə ki, bütün Qarabağ Şərqi Zəngəzurun gələcəyi çox parlaq olacaq. Bugünkü reallıq, qurduğumuz şəhər və kəndlər bunu göstərir. Ermənilər, bəli, ermənilər viran qoyub bizim dədə-baba torpaqlarımızı. Biz isə qurub yaradan xalıq, biz düşməni öz torpaqlarımızdan qovmuşuq. İndi də öz doğma torpağımızda qurub yaradırıq, şərait yaradırıq, binalar tikirik, tarixi abidələr, məscidlər tikirik. Yəni biz bu torpaqların sahibləri qayıtmışıq və burada əbədi yaşayacağıq. Sizə də mən xoşbəxt həyat arzulayıram, bir də sizi təbrik edirəm. Asarların təqdim edilməsi mərasiminə başlayırıq. İlk olaraq Məbbədlərin kənd sakinləri dəvət edilir. Süleymanov Süleyman İsmail. Ərşalı Əhliman Nizamov. Çok sağ olun. Abbasov Zakif Abbasov. Bənzəyev Səlimə Fahir. Çok sağ olun. Nərman Şirqalan. Muradova Cəmalə Bəhdulqızı. Həsənov Əlövsə Qaradil. Hacıyev Nurhanə Nadirqızı. Cəfərov Fərriz Əsgərov. Mahmudov Nüsrət Məhəmmədov.
Çok sağ olun. Allah Quliyev afət ağasını versin. Can sağlığı. Çok sağ olun. Hikmət İsmailov. Quliyev İradə Hafizə. Çok sağ olun. Zahid Hayal Ferit. Quliyev Süleyman Cəmiz. Salam günde Allah Söyleyerek. can sağlığı Sağ versin olun. inşallah. Teşekkür ederim. Ülkemizi adınıza alasınız. Böyle güzel şartı bizim için yaratmasın. Teşekkür ederim. Allah ebeden sizden de memnun Hoşçakalın, kalmadı yaşa. razı olsun. Çok sağ olun. Və Məhrəm Səlamet Cəmalov. Tebrik ederim. Sağ olun. Biz ailenin sesini çok Harda kalırdı? Hoş geldin. Başındayım. Biz doğma da efendi. Allah Veteran Bey'in oğlum asker değil. Tavsiyeci atar. Anamlar beraber çekildi. Bizim şeklimizi şekilli bildi çekti. çektiler. Çok sağ olun. Teşekkür ederim. Sağ olun. Buranı görmüşsünüz, buranı. İki yaşım var burada. 8. Hatırlıysan. Sen bu ağalıdansan yoksa Mehmet'ten. Sağ olun. Sağ ol. Canım çocuğum. Ben bu oğlum kötüm gelirdi 9 aylığımızı. Arazdan geçip gelmişti. 34 yaşı Heydər Əliyevin sayesinde biz o vaxt sağ kaldık. İran'ın səhhədindən keçip geldi. Eğer onun siyaset olmasaydı biz Xocalı hadisəsində 5 metre olasaydı. Onda ben bu oğlum 9 aylığı değil 34 yaşı var. Şimdi birinci dəfə də öz vətəninə gəl. Sağ ol. Sağ ol. Harada yaşıyordunuz işgal döneminde? Başlarda. Çok sağ olun. Var olun. Allah razı olsun. Hoş gelmişsiniz. Doğma vətənə. Sen nasip eder. Sağ olun. Sağ olun. Siz harada yaşıyordunuz işgal döneminde? Geze gidip çıkmıştık Sumgay'dan. Sumqayıt'ta. Yani Şimdi bura Sumqayıt'tan qayıtsınız. çok sağ olun. Sağ olun. Allah sizi Sağ olun.